Valla bax, vallahi mən özümün 80, nə bilim 82-dir, 83-dür yaşım var. Bilmirəm. Buna baxa bilmirəm. Danışmır, yeriyə bilmir, otura bilmir. 5 dəfə gecə onu mən ayağa durğuzuram. Yıxılır deyib, bax buradan kravatdan, gelib o qoşunu çağırıram, bu qoşunu çağırıram. Mən də ölsəm, bu da qalacaq əllərdə. Ona görə çırpınıram ki, heç olmayan bunun pensiyasını artırsınlar, mən öləndən sonra bir baxan olsun, bir qapını açıb içəri girən olsun. Bax, bunlar açılmır, bu da ağlayır. Kürdəmirin Qarabucaq kənd sakini Mələk Abdullayeva qaynar xəttimizə müraciət edərək qızı 58 yaşlı Əsmər Bədəlovanın əlillik dərəcəsinin dəyişdirilməsi üçün aidiyyatı qurumdan kömək istədiyini bildirir. Əzəldən elə axılı zad üstündə idi, iş görürdü, hərlərdi, ancaq danışamırdı. 4 ildir ki, insulit keçirdi. Nə qədər müalicə elətdirdi, xeyri olmadı. Ondan sonra 7 ayda bundan irəli yenə insulit keçirdi, lap pis oldu. Həkimlər də kağız vermişdi. Mən apardım onu Göyçaya, Göyçaydan getdi Bakıya. Gələndə nə deyirlər, imtina deyirlər, nə deyirlər, o gəldi. Sonra yenə verdilər, yenə aldıq, yenə getdim Göyçaya apardım. İndi də gəlib, yenə heç nə yoxdur. Maşın tutdum, buradan Bakıya apardım. Baxdılar, orada da nağardılarsa, neynədilərsə gəlib, valla o da imtina da gəldi. Pensiyamiz azdır, 230 manat pul nə dərmanına çatır, nə yeməyinə çatır. 2 nəfər adamıq biz, məndən başqa bunun baxıcısı yoxdur. Çox pis vəziyyətdəyəm, heç kəsim yoxdur. Özüm 2 dəfə vallaq pis olmuşam, operasiya olmuşam. Buradan mən pis xəstəliyim. 7 ayda onu mənə deyiblər, mən pul dərdindən gedə bilmirəm. Hər axşam qanıyır bala üstünü örtürəm, nə bilim, yapışmışam onun əlindən. Balam da hara gedim, neyniyim? Mən istəyəcəyim odur ki, bunun 2-ci qrupdan 1-ci qrupa geçsin. Aldığım nəvacım özümə bəs eləsin, ona baxan da taparam. Kürdəmir rayon sakini 1967-ci il təvəllüdlü Bədəlova Əsmər Sərdar qızına 1994-cü il tarixdən 2-ci dərəcə müddətsiz əlillik təyin edilib. Hazırda isə vətəndaşın müraciəti əsasında tibb müəssisəsi tərəfindən onun əlillik dərəcəsinin yenidən qiymətləndirilməsi ilə bağlı forma 88 sənəd rəsmiləşdirilib. Lakin göndərişdə ekspertiza üçün əhəmiyyətli məlumatlar qeyd edilmədiyinə görə elektron sistem üzərindən əlilliyin qiymətləndirilməsi mümkün olmayıb. Bu səbəbdən də Əsmər Bədəlovanın sağlamlıq vəziyyəti nəzərə alınaraq Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim ekspertləri tərəfindən elə evindəcə əyani müayinəsi həyata keçiriləcək və qanunvericiliyə uyğun olaraq qərar veriləcək.